Görürsünüz də yəqin ki. Birinci sualda 2 plus kök altda 3x bərabər 8 verib. 3x kök altda bərabər 8-dən 2 çıxanda kvadratı kökə aparır, kvadratı 36 olur. X olur 12. Bu getdi. Üçüncü. Deyir ki, 4-cü dərəcədən x çıx 1 vurulsun. X üstü 4 çıxa 16 bərabərdir 0. Bundan 0 olması üçün ayrı-ayrı 0 götürməliyik. 1 buranı 0 götürürük. Onsa kökün altı 0 olsa ifadə 0 olur. X olur 1. Digər kökü də x üstü 4 çıxa 16-nı 0 götürəndə x üstü 4 olur 16. Kökün biri 2 olur, digəri -2 olur. İndi burada sənə nə deyir? Deyir, neçə dənə kökü var? Neçə kökü var? Burada 3 dənə görsən. Hamısı ödəyirmi? Hansı ödəmir? Mənfi olan. Mənfi ödəmir. Niyə? Köşün altı mənfi. Çünki sən bura -2 çıx 1 qoysan, kökün altı mənfi olacaq və problem yaşayacaqsan. Ona görə də 2 kökünü götürürsən. Oldu? Onun dərəcəsi özü də 4-cü dərəcədir. Kökün altı mənfi qalanmaz. Yaxşı? Ha. Üç x üstə gəl 2 vurulsun. Bu ifadə bərabər 0. Yenə nə edirik? Ayrı-ayrı 0 götürürük. Baxın. 3x üstə gəl 2 bərabər 0. 3x bərabər -2. X-ə bərabər -2 bölü 3. Kök altda x çıxaq 4 bərabər 0. Kök altda x bərabər 4. X olacaq 16. Köklər hamısı ödəyirmi ya ödəmirmi? Birinci ödəmir. Çünki mənfi üstdəkini sən bura qoya bilməzsən. Cüt dərəcədən kökün altında problem yaşayarsan. Aydın da. Orada bir dənə də sual vardı. Yadımdan çıxdı. 7. Deməli, modul tənliklərdə bir dəfə özünü götürsən ifadəni, bir dəfə də mənfisini. Yəni, misal üçün, x plus 3 böl 2 çıx 1 bərabər bir dəfə 3 götürürsən. X plus 3 böl 2 çıxaq 1. Bir dəfə də -3 götürürsən. X plus 3 böl 2, 3-ün üstə 1, 4 alınır. X plus 3, 2-nin 4-ə 8 alınır. 8-dən 3 çıxanda 5 alınır. Aydındır? Belə. Sonra bir dəfə də x plus 3 böl 2 -3-ün üstə 1 gələndə -2 alınır. X plus 3, 2-ni -2-yə vuranı -4 alınır. -4-dən 3 çıxanda -7 alınır. Köklərdə deməli cəmini soruşur. -2 alınır. Bəs niyə -3, müsbət 3 ayrı-ayrı götürürük? Çünki modulun içinə 3 də qoysan 3 çıxacaq. -3 də qoysan yenə 3 çıxacaq. Aydın da? Kvadratı yüksəlsək. Kvadrata yüksəlsək. Belə bir şey olur mu? Buradan mötərizə kvadrat olur. X kvadrat plus 6x üstə gəlir 9. Bu getdi bundan. 7x-dən 6x çıxanda 1x qalır, 9 olur. 9-u qoyanda məncə heç bir problem yaşanmır kökün altda.
5 vur 9 plus 1 bərabər 46. Belə. Aydındır. Belə. Problem yoxdur. Ona baxaq. Deməli, yenə nə edirik? Kvadratı yüksəldirik. X plus 1 bərabərdir 11 çıxı x-in kvadratına. X plus 1 bərabər birincinin kvadratı 121 çıxaq. Bunun buna iki qatı 22x, ikincinin kvadratı x kvadratı. Buradakı ifadələri sağa atacağım. Burada x kvadratı var, bu heç. Bu x-dir. Sağa atanda çıxa x olur. Mənfi 22-dən də 1x çıxanda mənfi 23x olur. 121-dən də 1 çıxanda 120 qalır, bərabər 0. Oldu. Deməli, vuranda 120, toplayanda 23. Bunu belə təxmin eləmək 15 ilə 8-də deyəsən. Normalda diskriminantdan tapmalıyıq. Burası vaxtımız yetməsin deyə belə yazıram. 15 ilə 8. İndi bunlardan hər ikisi ödəyir, ödəmir. Həmişə yerinə qoyub yoxlamaq lazımdır. Daha misal üçün, sən 11-dən 15 çıxsan, nə qalar? Mənfi kök altına bərabər ola bilər? Xeyr. Deməli, burada 15 kökü ödəmir, 8 ödəyir. Ona görə də 2 vur 8 çıxaq 5, 11 edir. Aydın da ehtiyatlı olmaq lazımdır. Çünki görsən 2 kökü də verir. Amma birini yerinə qoyanda problem yaşayır. On birinci sualı yazmadım mən. Əslində eyni sualdır. Ayrı-ayrı sıfır götürəcək sizdə. Yəni, məncə onu özünüz baxarsınız, vaxtınızı sərf eləməyək. 13-ə baxaq. Tənliyin ən kiçik kökü deyir nədir? İndi x-in 2 dənə halı var. Modul x olduğu üçün. Tutaq ki, x sıfırdan böyük olarsa, onda bura olacaq olduğu kimi. İkinci hal. X sıfırdan balaca olarsa, onda buradakı x mənfi olacaq və buranın işarəsini müsbət 5x eləyəcək. Oldu. İndi istəyirsiniz diskriminantla tapın, istəyirsiniz belə təxmin edin. Vuranda 6, toplayanda 5. 2, 3 bunların kökləridir. Bəs burada vuranda 6, toplayanda mənfi 5. Mənfi 2 ilə mənfi 3 deyil. Belə. Ən kiçik kökü mənfi 3-də. Oldu. Belə. Əslində yenə deyirəm, məsləhət görürəm, diskriminantla yazın, amma yenə də vaxt aparırsa belə də yazma olar. Baxaq bura. Yenə kvadratı yüksəldəcəm. Kök gedir, qalır. 3x kvadratı çıxaq. 6x üstə gəl, 25. Bərabərdir. 5 çıxı x-in kvadratı da var da orada. İndi 5 çıxı x-in mötərizə kvadratı eləsən, birincinin kvadratı 25. 5-i x-ə hasının 2 qatı 10x. İkincinin də kvadratı x kvadratı. 3x kvadratından 1x kvadrat çıxanda 2x kvadratı. Mənfi 6x-i üstünə 10x yaran da 4x. 25-dən də 25 gedir. Qaldır belə bir şey. 2x-i çıxardıram, qalır x plus 2 bərabər 0. x1 0, x2 mənfi 2. Köklər cəmi nə olur? Mənfi 2. Oldu? Belə. 17. Hə? Yeddidən 6 çıxanda 1. Kvadratı yüksəldəndə kök gedir. Kvadratı yüksəldəndə 1 olur.
X nə olur? Qurtardı. Kök olan hissəni adətən tək saxlayıb hesablamaq lazımdır. Oldu. Belə. 19-da yenə. Buna biraz vaxt aparan şeylərdir. Çətin deyil. Hamısında gördüyünüz kimi kvadrata yüksəldirik. Kvadrata yüksəldərsən yenə olacaq x1-in kvadratı bərabər x plus 5. Birincinin kvadratı x kvadratı 2x üstəgəl 1 bərabərdir x plus 5. Mənfi 2x-dən x çıxanda mənfi 3x, 1-dən də 5 çıxanda mənfi 4 bərabər 0. Diskriminant bərabər mənfi-in kvadratı 9 çıxaq 4 vur, 1 vur, mənfi 4 oldu 25. x1 bərabərdir mənfi 3 isə 3, 25-dən 5 çıxır, 2 vur 1. Nə qədər olur? 4. Bu da 3 çıx 5, 2 vur 1. 4 ilə mənfi 1. Köklərin sayı indi nədir? İndi 2 kökün ikisi də yerinə qoyanda ödəyir, ödəmir. Siz birinci, mən onu deyim. Hansı ödəmir? Mənfi 1 ödəmir. Çünki mənfi 1 ora qoyanda yox, sıfıra görə yox. Mənfi 1-dən 1 çıxanda mənfi 2 bərabər olur. Mənfi 1-in üstə 5 gələndə kökdə 4 qalır. Yəni, kök altını mənfiyə bərabər elədiyi üçün mənfi 1 çıx 1 mənfi 2 edir, ona görə ödəmir. Oldu? Bir dənə kökü var. Məndən məsləhət hamısını qoyun. Misal üçün, 4-ü qoyanda 4 çıx 1, 3, 4 plus 5-dən də kökdən 3 çıxır. Demək, bu doğrudur. Bir dənə kökü var. Cavab 1-dir. Götürüb orada sevinib 4 yazmayın. Bir dənə kökü var. Kökün sayı. Adam çaşdırırlar, adam kökünü özünü götürür, yazır. İnşallah yenə 20-də yenə kvadrata yüksəldərsiniz, cavab çıxacaq. İncə belə eləyək. 5 ataq bir yana olacaq çıxa 5, buna ataq bir yana olacaq müsbət x plus 6. Mənfi 2 kök 6-ya bərabər olarsa, bunun həlli yoxdur. Boş çoxluq. Çünki kök 6 mənfiyə bərabər ola bilməz. Diqqət olun. Yaxşı olar inşallah. İndi belə deyək. Bunu yazdıq belə. Bu modul məsələsində bir modulu sildim. Niyə sildim? Onsuz da modul, bu içəridəki modul deyirəm. Onsuz da müsbətdir. Müsbətin üstə də 5 gələndə nəsə dəyişir? İkisi də müsbət olduğu üçün, yəni çöldəki modula ehtiyac yoxdur. Aydındır. Bərabər 9 yazıram, gedir. İndi 9-dan 5 çıxanda 4. Deməli, bu ifadə ya 4 olmalıdır, ya da mənfi 4. X olur 6. Mənfi 4-ün üstə 2 gələndə 6 ilə mənfi 2 olur. C bəndi. Aydındır. Kvadrata yüksəlsəm, x kvadratı, kvadrata yüksəlsəm 4. İndi kök ya 2-dir, ya da hasili də mənfi 4 edir. Özdə ikisini də yerinə qoyanda problem olmur. 2 kvadrat da 4 edir, 2 çıxır, mənfi 2 kvadrat da 4 edir, yenə 2 çıxır. Oldu. Baxa 27-yə. Vurmada üstlər toplanır. 2-də 3 ilə 2-də 1, 2-də 4 edir. 2-də 4 nə deməkdir? 4 bölü 2 deməkdir də, o da 2 verir 1. Deməli, sən ya buranı 1 götürürsən, ya da mənfi 1. Amma bir dənə məsələ var. Üst kəsir olanda heç vaxt sən oranı mənfi götürə bilməzsən. Bura həmişə 1 olacaq. Elə bil ki, x üstü 2-də 1 nə deməkdir? Kök altı x deməkdir. X üstü 2-də 1-in mənası oydu da, biz kök altı keçəndə elə dedik. Kökün altında da mənfi olmaz. Ümumiyyətlə, burada söhbət kök altı ilə bağlı deyil, başınız qarışmasın.
Yəni x üstü 2-də 1-dir, mənfi olmaz. X üstü 5-də 1 də olsa yenə mənfi olmaz. Üstü ifadə heç vaxt alt hissəsi mənfi olmur. Yaxşı. Nəyə görə deyirəm? Çünki uşaqlar bir də görsən, burada 2-də 1 verib deyir. Adam fikirləşir ki, 2-ci dərəcədən kökün altı mənfi olmaz axı. Deyir, 5-ci dərəcədən mənfi ola bilər. Xeyr, burada da mənfi olmaz. Çünki üstü kəsirdir. Şey deyil. Kök altı kimi verməyib. Üst kəsirdirsə, alt isə mənfi olmaz. Qutardı. Modul x nədir? 2. 16-dan 2 çıxsan 14 qalır. Onda x1 ya 2-dir, ya da hasildə mənfi 4. Qutardı. Oldu mu? Hansı tənliklərin deyir kökü yoxdur? Birin yoxdur konkret. Nəyə görə? Gəl birdən başlayaq. 4x kvadratı plus 1-i bu yana atsam mümkün deyil də. Ona görə birin kökü yoxdur. 1. Bu variant getdi, bu variant getdi. Qaldı bu birisi variantlar. 2-yə baxaq. 2-də 2 kök altda x-i verib mənfi 0 onda 1. Kök altda x onda olur. 0 onda 1-i 2-yə böləndə %5 edir də. Eləmi? Kök altı mənfiyə bərabər olmaz. Bunun da kökü yoxdur. Deməli, cavabda 2 də olmalıdır. 1, 2, 3-də məcbur olur. Bir də bir söz deyim ki, 3-cü sualda niyə həll yoxdur, kökü yoxdur, onu istəyirdik. Bax, uşaqlar çox vaxt səhv edirlər, səhv düşünürlər. Deyirlər ki, müəllim, kökün altında mənfi x var, ona görə kökü yoxdur. Kökün altında mənfi x ola bilməz? Olar. Kökün altında bir dənə gözləyin. X mənfi ədəd olsa olar. X misal üçün mənfi 1-dirsə, mənfi onu neyniyəcək? Müsbət edəcək. Yəni, burada problem kökün altında mənfi x olmağı deyil. Burada problem başqa şeydir. Sən bunu bu yana atanda 2-ni mənfi 2 olur. Onda mənfi kökdə x mənfi 1-ə bərabər olur. Kök altı mənfiyə bərabər olmaz. Ona görə olmur. Başa düşdünüz? Sən yəni nə yazsansa yaz, buradan heç vaxt mənfi 1 çıxmaz kökdən. Ona görə problem çıxır. Yoxsa mənfi x ola bilər kökün altı. Misal üçün sən nümunə deyim. Mənfi x bərabər 5 versə sənə, sən x-ə nə deyərsən? Hansı qiymət? Mənfi 25. Mənfi 25-i mənfi neyniyəcək? Müsbət. Oradan 5 çıxacaq. Fikrim çatdı? Yəni, kökün altında mənfi x ola bilər. Sadəcə mənfi ədəd ola bilməz. Ona görə cavab Y bəndidir. 30-cu bildiniz də, bir dəfə 3 götürəsiniz, bir dəfə mənfi 3. Aldığınız cavablarda vurarsınız. Yəni, vaxtımızı boş-boş şeylərə sərf edəməyək, 35-ə baxaq. Hə, indi gəldik bura. Burada yenə qarışıq bir şey var. Əgər modul varsa, sən iki şərtin ikisini də yoxlamalısan. Yəni, 1. X tutaq ki, 0-dan böyük olsa, o moduldan x olduğu kimi çıxır. Getdi bunlar. 3x 2-dir, x olur 1. Aydındır mı? Bu getdi belə. Yəni, x 0-dan böyüksə, moduldan olduğu kimi çıxır. X də x aparır, 3x 2-dirsə, x 1 olur. Amma x 0-dan kiçik olarsa, onda nə olur? 3 vur, modul x-dən mənfi x çıxır, bura x. Çıxay x bərabər 2-dir. X-lə x gedir, qalır mənfi 3 çıxay x bərabərdir 2. Bunu atırsan bir yana, çıxar ki, bunu atırsan bir yana x. X nə olur? Mənfi 5. Aydındır. Birlə mənfi 5, yəni B bəndi. Fikrim saatı? Ya o x-in mənfi və yaxud da müsbət olduğunu tapmalısan, amma burada tapmaq üçün heç bir şərt verilməyib də, yəni. Ona görə ya da ki, ayrı-ayrı yoxlamalısan ikisində. Oldu? Bunun cavabı mənfi 2 olacaq yəqin ki. Nəyə görə? Çünki ayrı-ayrı 0 götürməlisən. X kvadrat çıxar 2-ni 0 götürəsən bir dəfə. Bir dəfə də o birisi ifadəni 0 götürəsən.
Buranın kökü olmayacaq sağ tərəfdəki. Niyə? Çünki diskriminant yaz. -2 kvadrat 4 çıxart 4 vur. A-mız 1, S-miz 2. 4-dən 8 çıxanı -4. Buranın həqiqi kökləri yoxdur. Düzdür? Bura baxaq. X kvadratı nə olur? 2, müsbət 2. Kökün biri kök altda 2-dir. Yəni nəyin kvadratı 2? Kökdə 2. Digəri də -kökdə 2-dir. Vuranda da köklər gedir, -2 qalır. Aydındır. Düşünə bilərsiniz ki, necə tez tapdım bunun kökü yoxdur. Baxın, x kvadrat çıxaq 2x, üstə gəl 1, üstə gəl 1 yaza bilərəm 2-nin yerinə. Bu nəyi verir? X çıx 1-in mötərizə kvadratı. Hə. O saat görünür ki, bu heç vaxt -1 ola bilməz. Ona görə adam tez tapırsan. Yəni mən tapıram, bilmərəm. 39-a baxaq. Kvadratla kök gedir. Qalır modul x 3 bərabərdir x 3-ə. Düzü? İndi bir məsələ var. Əgər moduldan ifadə olduğu kimi çıxıbsa, deməli işarəsi nə olur? Müsbət. X 3-dən böyük bərabərdir. Yep, qutardı. Aydındır. Əgər modul x çıx 3 çıx x-ə bərabər olsaydı, çıxanda yerə dəyirsəydi, onda x çıx 3 sıfırdan balaca götürəcəkdim. Oldu. Bir daha deyirəm, bax, sualda getdiniz imtihanı belə düşsəydi, əgər çıxanda yerə dəyişibsə, ona deməli belə qənaətə gəlir ki, bura sıfırdan kiçik olub. Ki, çıxanda yerə dəyişib ki, müsbət olsun. Aydın da, yerə dəyişsəydi, sıfırdan kiçik bərabər götürəcəydiniz. 41. Mövzu çətin deyil, əslində eyni döngünü yazırıq və yaxud da sıfırdsa, ikisini də sıfır götürürük, vuruqların. Və yaxud da belə ifadələr verilibsə, modulu tək saxlayırıq. Yəni, saxlayırsan orada 2x çıx 1-i, x-i o yana atanda olur 1 çıx x. Düzdür? Sonra nə edirsən? Modula bərabərsə bir dəfə özünü götürürsən. Bir dəfə də əksini götürürsən, yəni mənfisini götürürsən. Aydındır? Heç nə, yazaq. İndi x-i atsam bu yana plus x, mənfi 1 atsam bu yana plus 1. 3x 2-dir, x isə 3-də 2-dir. Belə. Mənfi 1 plus x. Bunu atırsam yana çıxa x. Bunu atırsam yana plus 1. Onda x nə olur? 0. Köklər cəmdə 3-də 2 olurdu onda, hə? Qutardı get. Dəbənd. Aydındır. Baxaq bura. Burada əslində bir balaca işarə verib bizə. Kök 6-ın kök 6 gəlib. Nə zaman 0 ala bilərik? Kök 6-ın kök 6 gəlib. İkisi də 0 olanda. Bilirsiniz niyə? Çünki 0 olması üçün ya gərək əks ədədləri toplayasan, biri müsbət, biri mənfi ola. Burada heç birinin mənfi olma ehtimalı yoxdur. İkisi də kök 6-dır. Ona görə ayrı-ayrı 0 götürsən. X 3-ü də 0 götürsən, x 3 alınacaq. 2x 6-ını da 0 götürsən, x yenə 3 alınacaq. Yəni cavabımız 3-dür. 3 qoyanda orada 0 olur, orada. Toplayanda 0 edir. Aydındır. -45 bir balaca qəliz fason maraqlı sualdır. Bunu atırsan bir yana çıxa 2x. Bunu atırsan bir yana çıxa 2. Oldu belə. Əsas məqsəd burada x-ləri bir tərəfə yığmaqdır.
2A-nı çıxartdıq çölə. Nə qaldı? Modul x çıxaq x. Bu da qaldı -5. Düzdürmü? İndi modul x çıxaq x bərabərdir -5 bölək 2A. Olurmu? 2A-nı bu yana atanda. Olur da belə. İndi bir maraqlı söhbət var. Ədədin modulundan özünü çıxanda işarəsi nə ola bilər? Mənfi olar, müsbət olar, yoxsa nə olar? Bax, misal üçün, belə bir söz deyim. Bax, bir dənə belə bir söz deyim. Tutaq ki, ədəd bir dənə müsbət ədəd götürək. Bu ədədin modul 5-dən 5 çıxdı, nə qar? 0. Bəs -5-dən yəni modulundan özün çıxsa nə qalar? Xeyr. 10 eləyər. Başa düşdünüz nə demək istəyirəm? -5-in modulundan -5-i çıxmaq, bu mənfi neyinir? Toplamaya çevrilir. Deməli, ədədin modulundan özünü çıxanda heç vaxt mənfi qalmır. Ya müsbət qalır, ya da 0. Yəni, bu ifadə ya müsbət olacaq, ya da 0-a bərabər olacaq. Bildiniz nə danışdım? İndi, yuxarı -5-dir. -5-i sən nəyə bölsən? 0-dan böyük olar. Mənfiyə də. Onda demək, A 0-dan kiçik olmalıdır ki, ifadə 0-dan böyük olsun. Aydın oldu? Qutardı, getdi. Belə. Bunu atırsan bir yana, belə bir şey olur. Kvadrata yüksəlsən yenə, buranın kökü gedir, qalır belə bir ifadə. Buranın kvadrata yüksəldəndə birincinin kvadratı 9, üstə gəl, bunun buna ki misli 6 kökdə x, ikincisinin kvadratı x. Düzdürmü? Bu 9, 9'u aparacaq da zaten bir tərəfə atanda 9 çıx 9 yer. Bunlar da taq bir yana. 2x çıxaq x çıxaq 6 kökdə x bərabər 0. Bu qalır 1x çıxaq 6 kökdə x bərabər 0. Burada x-in yerinə ürəyim istəsə, kök altda x-in kvadratı yaza bilərəm. Bəli. Kökdə x-i də çıxardaram çölə. Qalar yerdə kökdə x-dən bir dənəsi çıxaq 6 bərabər 0. Aydın da bura qədər. İndi ayrı-ayrı 0 götürək. Kökdə x-i mən 0 götürsəm əgər, x-imiz 0 qalar. Kökdə x çıxaq 6-nı mən 0 götürsəm, kökdə x-imiz 6 qalar. Kvadratı da 36 olar. Aydındır mı? İndi hansısa ola bilər ki, ödəməsin. 0-ı qoyanda qoyaq bura. 2 vur 0 plus 9, 9 qalır. 0, həqiqətən 3 verir də. Demək, bu doğrudur, bu ödəyir. İndi 36-nı qoyaq. 2 vur 36, 72. 72-nin üstə 9, 81. Çıx, 36 qoyaq bura. 9-dan da 6 çıxanda yenə 3 çıxar. Hər kökün ikisi də ödəyirmi? Ödəyir. Onda kökləri cəmlədir. 0-ın üstə 36 gələndə 36. İndi düzdür, biz bəzən indi tam yoxlamırıq, tezbazar burada qaralayırıq izah eləyəndə. Siz imtahanda mütləq ümumiyyətlə neçə dənə kök olsun, hamısını yoxlayın. Yəni elə əziyyətli bir şeydir ki, götürüb qoyursan yerinə, ödəyirsə ödəyir də. Ödəmirsə demək o deyil. Aydındır. Baxa 49-a. Birinci misala həmişə başlayanda nəyə diqqət edin? Məxrəc 0 olmaz. Həmişə istisnaları başda qeyd edin ki, axırda dava düşməsin. Kökdə x, belə deyək də, məxrəc 0 olmaz. Onda kökdə x, kökdə 2 olmaz. Deməli, x 2 olmaz. Bu getdi. Aydındır mı? Buranın 0 olması üçün surət 0 olmalıdır kəsirdə. Surət 0 olması üçün bir dəfə x-i 0 götürürsən, bir dəfə x plus 2-ni 0 götürürsən, bir dəfə də çıxaq 4-ü 0 götürürsən. İndi x plus 2 0 olması üçün mənfi ola bilər. Eləmi?
x kvadratın 4 olması üçün də ya 2 olar, ya da mənfi 2 olar. İndi mənfikini təzədən yazmaram. Nəysə, yazaq da elə belə, mənfi 2. İndi hansılar ödəmir? 2 ödəmir. Çünki başdan demişdik ki, 2 çıxışı 0 eləyəcək, məxrəc. Sonra nə ödəmir? Mənfi 2 niyə ödəmir? Bəli, kökün altına mənfi qoyamırsan sən. Deməli, 0 ilə mənfi 2. 2 kökü var da deyəsən. 0 qoya bilirikmi? 2-dən 0 da ödəyir. Ödəmir, doğrudan mənfi 2 ödəmədi axı. Bir dənə kökü var, 0. Təkrar yazmışıq, mənim də gözüm görmür. Canlı efirdə biabır olduq. Bir dənə kökü var, 0. Belə. Yenə nə eləyəcək? Ayrı-ayrı 0 eləyəcək. Deməli, buradan x-i çıxart, qalsın x plus 5 bərabər 0. Bir dəfə bunu 0 götür, bir dəfə də 0 götür. Belə. Bir də burada x olsun mənfi 3. İndi bir dənə söz deyim sizə. Mənfi 5 ödəmir. Çünki mənfi 5-in üstə 3 gəlsən, kökün altı mənfi 2 qalacaq. Və o da problem yaradır. 0 ilə mənfi 3 olur. Mənfi 3 ödəyir də, mənfi 3 0. 2 rəng. Aydındır. Bu rəngin dəyişin. Gözümüz qarşımır. Bu suallar əslində təkrardır. 53 misal üçün gəlsə bir şey göstərim. Yəni sonra məni qınamayasınız. 53 sonra itirdim. 53 mü? Yox, onu göstərəcəm. Ürəyim partlayar yoxsa. Deyəsən göstərə bilmirəm. Hə? O dəqiq oxşarını yazmışıq. Mən sizə necə dedim onu? Gəlin bir dənə göstərim, belə yaxşı yazaq. Yox, mən sizə dedim ki, bu böyük kökü saxlayırsınız. Bunu atırsınız bir yana. Çıxaq kök x olur. Sonra enirik, kvadrat yüksəldirik. Qutardı. Birinci, buranın kvadratı yüksəldindən kök gedir. Buranın kvadratı 9 çıxaq. Bunun münasibin kimisidir? Üstəcə ikincinin kvadratı x. Belə olur. X, x-i aparır. 6 kök x-i atanda bir yana. Müsbət 6 kök x. Bunu da atanda bir yana çıxaq 3. 6 kökdə x 6-dırsa, kökdə x olur 1. Aydındır. Belə. Bayaq buna aid yazdıq amma, 55-ə aid dəqiq yazdıq. Neynədik? Bir dəfə 0-dan böyük alını götürdük, bir dəfə buna aid 100% yazmışıq. Bunu göstərəcəm bir dəfə deyəm. Bu deyir 13. Burası orada ən kiçik kökün deyir, burada köklər cəm deyir. Deməli, 56-da mənfi 1-i sağa atasınız kvadratı yüksəldəsiniz, 57-də mənfi 2 sağa atasınız kvadratı yüksəldəsiniz, 58 və 59, 60 hamısında ayrı-ayrı 0 eləyəcəksiniz. Yəni, vaxtınız getməsin, ondansa bir abırlı bir sual izah edeyim. 61-i deyək, bu olar. Yəni, yazdığımız tipdə deyil də, ən azından. Kvadrata birbaşa yüksəlsə elə də bir şey alınmır. Belə deyək, kökün dərəcələri eyni olduğu üçün bir kökün altına vuraq. Plus minus olanda birincinin kvadratı 64, çıxaq ikincinin kvadratı x kvadratı qalır. Bu da qalır x, düzdürmü? Buranın kvadratı yüksəlsək, 64 çıxıq x kvadratı bərabər x kvadratı olur. 64 bərabər x kvadratın isə x kvadratı 2-dən x kvadratı. X kvadratı olur 32. Düzdürmü? İndi bir kökdə 32, yəni 16 vur 2, 4 kökdə 2.
Ya da ki, mənfi kökdə 32 olur. O da olur mənfi 4 kökdə 2. Tənini əldə edindir. İkisi də uyur deyəsən. Yox, hansısa uyuşmur, düzür. İkinci uymur. Çünki niyə ikinci uymur? Sən bura mənfi 4 kökdə 2 qoyanmasın. Yox, kökün altında mən yoxladım, kökün altında problem yaratmır. Çünki müsbətə vuranda mənfi eləməz. Kök altını kök altıya, yəni müsbətə vuranda mənfi alma ehtimalı yoxdur. Ona görə ödəmir. Düz deyirəm uşaqlar? Aha. Maşallah, xeyli gəldik. 62 yacaq. Düz əslində o bayaqki sualdan da necə? Yəni ayrı-ayrı 0 eləyəcək. Prosta orada bir dıqqılı bir söhbət olmalıdır. Bir dənə baxaq görək. Ayrı-ayrı 0 götürsək. X kvadrat çıxar 16 bərabər 0. X kvadratı bərabər 16. Bu ya 4 olur, ya da mənfi 4. İndi baxacam ona. 6 plus 5x plus x də 0 olur da, düzdürmü? Neyini yərik? X-i atarıq sağ tərəfə. Onlar mənfi x. Kvadrata yüksəldəndə buranın kökü gedir. Burada olur x kvadratı. Bunu atanda bu yana çıxar 5x, çıxar 6. Bərabər 0 olurmu? Diskriminant bərabər 25 çıxılsın 4 vur 1 vur mənfi 6 olur. 49. X1 bərabərdir. 5 üstə gəldi 7, 2 vur 1, 6. Altı ilə mənfi 1. Düzdür? İndi bax. Mənfi 4 problem yaradır. Çünki sən bura yazsan 6 üstə gəl 5 vur mənfi 4. Kökün altında mənfi qalır. O olmaz. Sonra nə problem yaradır? Məncə qalan problem yaradan bir şey. Amma bir dəqiqə, hər ehtimala qarşı yoxlamaq istəyirəm. 6 deyəsən ödəmir. Bir dənə fikir ver. Biz demişik ki, burada 6 qoyanda 0 eləməlidir ifadə. Bir dənə yerinə qoy görə, heç 6 qoyanda 0 eləyir bura. 5 vur 6, 36 alınır, 6 çıxır. 6-ın üstə 6 gəndə 0 eləmir, axı 12 eləyir. Demək, burada 6 ödəmir. Bəs deyərsiniz ki, o kök niyə elə çıxır? Çünki biz burada kvadratı yüksəldik. Mənfi x kökünü itirdi deyə elə bir problem yaşadıq. 4, bir də mənfi 1 ödədi onda, hə? Hasilə mənfi 4 edir. Aydındır mı uşaqlar? Bunu da silək. 65-ə baxaq. Neyniyərik əvvəl? Kvadratı yüksəldərsən, qalacaq 16. Üstə gəl. Belə bir ifadə. Bərabər, buranın da kvadratı yüksəldəndə yenə 16 qarda, elə bil 4-ün kvadrat kimi. Onda bu ifadə kökün 6 bərabər 0 qalırmı? Yəni 16 üstə 0 gəlsən 16 alarsan. İndi kuba yüksəldəsən. Heç kuba da yüksəltmək. Onsuz da bura gərək 0 olsun ki, 0 çıxsın da məntiqlə. Hə? X kvadrat çıxar 5x bərabər 0. X-i çıxardırsan. Yer o yana. X 5 bərabər 0. Demək, x-imiz ya 0-dır, ya da 5-dir. Ödəməyən varmı? Köklərin cəmdə eləyir 5. Belə.